Salam əziz dostlar, hər vaxtınız xeyir olsun. Hər zaman olduğu kimi Gəncə şəhərindən ucuz maşınlar bizdə. Bu günlərim sizlər üçün hədiyyəlik 2011-ci ilin 5 motor Ransoverini çəkib paylaşacağım. Müəyyən şayələr gəzir ki, müəyyən dostlarımız, tanışlarımız inanmıram o sözü. Tanımayan insanlar o söhbət edir ki, bəli, 100 manatdan bilet satırlar, 50 min pul götürürlər və götürüb cəmaata güya Ransoveri pay verilir. Gözəl qardaşım, değerli qardaşım, birinci sən bizim çəkilişlərimizə diqqətlə qulaq as, bizim məlumatlardan xəbərin olsun. Ondan sonra sən danış, kiminsə haqqına girmə və yaxud da özünü kiməsə göstərdir, yekə-yekə kiminsə yanında danışma. Bax, fərq elə bir, bizdən aldın, bazardan aldın, hər hardan maşın aldınsa da, değerli qardaşım, sənə sadəcə hədiyyəli 100 manatlıq kuponu mən verirəm. Buradan bizi tərəfdən də, Ramin qardaşımız bizi tərəfdən sizə hədiyyə olur. 100 manatlıq kupon. Maşın gəlirsən, salonumuzdan götürürsən, 100 manatlıq kuponu sizə verir. Bu da 500 dənə kuponumuz. Qutarandan sonra inşallah oyuna başlayacaq. Bu 500 nəfərin 25 nəfəri 200 manat qazanır. Bir nəfər isə bu gözəl Ransoverimizə sahib olur. Və dəyərli dostum, biz orada satış 100 manat dediyimiz bilirsiniz. O 100 manata satış dediyimiz o deməkdir ki, müəyyən dostlarımız var. Məsələn, elə bir yaxın dostlarımız var ki, marağa deyir ki, istəyirəm, mən də oyunda oynayam. Amma maşını neyirəm, maşınım var məsələn. İstəyirəm oyunda maraq üçün mən də. Məsələn, 100 dənəsini elə, mən öz dostlarımla, Ramin öz dostlarından, Bəşir qardaşımız öz dostlarından, hərəmiz öz dostlarımıza, belə deyək də, gəlib özləri alıblar. Təşrif etmişik, nətəri, satış deməklə yox. Yəni, demişik, qardaş, belə bir oyunumuz var, gəlib özləri alıb. Allah var eləsin, qazançları bol olsun. Və sizlər də gəlib alasınız. Burada seçkintilik yoxdur. Kim istəsə, qardaş, oyun maraqlıdırsa da, əgər bizim çəkiliş, bizim maşın, belə deyək, bizim təklifsə maraqlıdırsa da, fikirləşmə ki, nə oldu, elə imunlu maşın alanlara verirsiniz, bizlərə də. Yəni, bu o demək ki, qardaşım, 100 manatdan gəlib alıb, sən də bu oyuna daxil ola bilərsən. Ona görə də, bax, bunların qaydaları bilməyincə, gedib kiminsə yanında artıq əksik danışma, dəyərli qardaşım, dəyərli dostum. O ki, qaldı, alıb almamaqla. Mən sənə məcbur demirəm ki, gəl məndən al. Sən almasan da sən ona şükür Allaha 150 dənəsini demişəm, 50-sindən çoxunu biz maşın satmışıq. Gördüyünüz kimi də həm ucuz qiymətə maşınları təklif edirik, həm də ki, maşını alıb almamaqla baxmayaraq sənə hədiyyə verilir. Sən o hədiyyəni tulluyursan. Bəlkə yadığından çıxacaq, elə bir vaxt gələcək ki, şanslı gəldi sənin adına çıxdı, həmən maşına sahib oldun. Heç onda deməyəsən ki, və belə deyirlər. Yəni, bunu çəkməkdə və çəkilişdə onu demək istəyirəm ki, gözəl qardaşım, dəyərli qardaşım, bu sizə hədiyyədir. Fikirləşmə 100 manat verirsən və yaxud da fikirləşmə ki, maşına gəlib 50 min pul yığılır, sizə 40 milyon. Sən, elə sənin özündən çəkirəm, o sözü danışanlardan çəkirəm ki, sən bir qəplik xeyrin varmış ki, sən duruş kimisi haqqında yalanla danışsan ki, 50 min pul yığırlar, nə bilim 40 minlik maşını götürüb satılır. Bu satılmır, sadəcə olaraq, hədiyyə olaraq sizlər üçündür. Ünvanımız Gəncə şəhər markanı, ətrafı zəhmət olmasa, fırra bir dənə gör. Əlin yox, kameramızı zəhmət olmasa gözəl qardaşım. Fırra özü fırranır. Ay sağ olun. Hər avtomobillərimiz də mümkündür. Yolunuzu gözləyirik və inşallah bu günlərində bizim dəyərli qardaşımız yenədən tutuldursun. Hər şey şəffaf, inşallah açılışda da yolunuzu gözləyirəm. Öpürəm sizləri, bağla gəlsin.